Hörmətli izləyicilərim, mən bundan əvvəlki videomda demişdim ki, məsələmin niyə açılmadığı barədə sizlərə məlumat verəcəm. Mənə Allah Taala'dan deyilmişdi ki, uzun illərdən sonra məsələni açacaq. Nə badə bu siri özümüz açandan sən açasan. Mən yazıqda düz 20 il gözlədim. Gördüm məsələm açılmır, açdım. Özdə harda açdım. Aynis kanalında Elgiz bəyin adam içində verilişinə çıxdım. Elgiz bəydən də xahiş elədim ki, mən oraya gələndə Respublikamızın çox hörmətli ağsaqqal alimi Rəşid müəllim orada olsun, görüm mənim söhbətimə onun fikri nə olacaq. Elgiz bəy də Rəşid müəllimi çağırmışdı. Rəşid müəllim də özündən fizik, akademik Nizam müəllimlə gəlmişdi. Mən utandım deməyə ki, mən Allahı görmüşəm, Allahla görüşmüşəm. Bu çox gülməli məsələ idi. Deyəcəklər, bu sırf dəlixanalıqdır, bu nə səyəxləyir. Bu söhbəti qavqardım. Dedim, Allah Taala'dan mənə çörək göndərilib, düz 20 ildir bu çörək məndədir. Rəşid müəllim dedi, anam, bizə də yox, 20 ilə çörək qalmaz anam, çörək üzvü maddədir, bir həftəyə göyərir, bağranır, get başına müalicə al. Dedim, vallahi billahi, düz 20 ildir məndədir. Dedim, get başına müalicə al. Neysə, bax, buna görə məsələm açılmadı. İkinci ən böyük məsələ o oldu ki, çörəyi yeni gətirmişdim, öz otağımda paltarımın birinin üstünə dəsmala bağladım, şifaniyerdə paltarımın birinin üstünə sancaqladım. Bir axşam yatmağa çıxanda şifaniyeri açdım, dedim çörəyə bir də baxayım. Gördüm çörəyin dəsmalının üstündən bir qara yun ip dolanıb. Mat qaldım. Bu nə olan şeydir? Elə şifanerin qabağındaca yerdə oturdum. İpi kənara qoydum. Dəsmalı açıb çörəyə tamaşa eləyirdim. Çörək uçdu, getdi kravatın altına. Gördüm uçdu. Deyirəm, çörək haraya uçur? Uçan mənim ağlımda. Getdim kravatın altından götdüm. Gətirəndə gördüm üstə bir yaşıl sap. Dedim, bu da kravatın altında olub, yapışıb gəlib. Yarı zarafat yar gerçək dedim. İndi üstümə bağlayayım sizi, qaçın görüm necə qaçırsınız deyib, çörəyi dəsmala bağladım. Gecə köynəyimin üstündən buradan sancaqladım, yatdım. Sabah elə gözümü açanda gördüm ətimə bir şey batıyır. Dedim, bu gərək tak sancaq açılıb. Gərək mən tərpəndim ki, o bata. Mən ki, heç tərpənmədim. Deyib, baxdım. Baxanda dəhşətə gəldim. Elə bil əlinə bir it balıq kağız kəsibsən, iri də sancaq edib, baş tərəfi bax belə, bu formada kəsilib, yuxarı qatlanıb. Mən baxanda yuxarı, kəsik yuxarı baxırdı, amma ətimə bu cürə batıyırdı. Işıqlaşmağı gözlədim, bu qara yun, ipi də, sancağı da götdüm, qaçdım çörək verən arvadın yanına. Başıma gələnləri danışdım, göstərdim. Arvad Quranı oxudu 3 dəfə sancaqla bu qara ipin üstə tüpürdü 3 dəfə. Mənə da deydi, apar zibil qabını at. Mən də atdım. Bir müddətdən sonra elə bil ayıldım. İlahi, mən nə iş tutdum? Bir şeyə ki, Allahın əli dəysin. Vay, 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 tüpürtdürmək, zibil qabını atmaq, nə deməkdir? Özüm öz əlimlə kitabımı bağladım. 2 dəfə günaha batdım. Ya buna görə açılmadı. Artıq 35 ildir bu məsələ açılmayıbdır. Bəlkə də açacaq. Çünki Allah Taala mənə dedi ki, uzun illərdən sonra məsələni açacaq, səni dünya tanıyacaq. İndi mən sizlərə bir şey deyim. Əgər mən öləndə iyunun 5-də torpağa qoyulsam, bilin ki, bu səyəxladıqlarının hamısı düz imiş. Başqa tarix olsa,
Bu psixi pozğunluqla əlaqədar söhbət onda bilin. Yaxınlarıma da tapşırmışam ki, mən öləndə bax bu telefonda, öz səhifəmdə, TikTokda torpağa qoyulduğum tarixi burada çatdırarsınız cəmaata. Mənim bugünkü söhbətim bax bu qədər. Sağ olun.